Bilirəm ki, bir çox yerdə bostan hazırlıqları bitib artıq, bizdə isə hələ yeni başlayır. Həm ona görə ki, burada istilər gec düşür, həm də bostanımızın vəziyyəti bu halda idi, yəni alaq basmışdı. Əvvəlcə dədə-baba qaydası ilə istədim ki, əllə yolum otları, sonra oğlum gəldi və belə bir iddia verdi ki, gəl bunu ot biçən maşının alaq başlıqları ilə eləyək. Burada da ot biçən maşını işə salmağa çalışırıq. Ən nəhayət motoru işə saldı və bu formada bostanı alaq otlarından təmizlədi. Məncə də yaxşı fikir oldu. Mənim 2 saata edəcəyim işi oğlum 15 dəqiqəyə həll etmiş oldu. Biçdiyi otları da yığdıqdan sonra oğlumun dərsinin vaxtı gəlmiş. Bilirsiniz ki, biz Ucqarda yaşadığımız üçün burada təhsil tərəfindən biraz əziyyət çəkirik, əsasən də fənn müəllimlərinin çatışmamazlığından. Bunun üçün də onlayn təhsil sistemindən yararlanmağa çalışdıq. Mənim seçimim Günay xanımın tərəfindən oldu. Günay xanım ingilis dilinin tədrisi ilə məşğuldur, həm də onlayn uşaq hazırlıqları ilə məşğuldur. 1-ci sinifdən 11-ci sinifə qədər istənilən yaş qrupunda övladlarımızı rahatlıqla ingilis dilinin həm qrammatikasını, həm də danışıq dilini öyrədir. Önümüzdən yay tətili gəlir. Siz də övladınızın yay tətilini daha səmərəli keçirtmək üçün Günay xanımın yaratdığı yay qruplarına qoşularaq onun ingilis dilini daha da gözəl təkmilləşdirməsinə kömək etmiş olarsınız. Yes, super. Listen to music. Televizora baxıram. I watching TV onu dedim mi? Watching TV. I ride horse. Oh, super. Ride a horse. If you are living in Lirik, you should know ride